Vəhy 19-cu fəsil. Göydə sevinç. Bundan sonra göydə böyük bir kütlənin səsinə bənzər uca bir səs eşitdim. Onlar deyirdilər: Halleluya! Xilas, izzət və qüdrət Allahımıza məxsusdur. Çünki onun hökmləri həqiqi və ədalətlidir. O, əxlaqsızlığı ilə yer üzünü azdıran böyük fahişəni mühakimə elədi. Öz qullarının qanının qisasını ondan aldı. Onlar dedilər: Halleluya! Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir. Onda 24 ağsaqqal və 4 canlı məxluq yerə qapanaraq taxta oturan Allaha səcdə eləyib dedi: Amin, halleluya! Taxtdan da belə bir səs gəldi: Ey onun bütün qulları, böyüdən kiçiyə qədər ondan qorxanlar, Allahımızı məth eləyin. Mən böyük bir kütlənin, gür suların və güclü göy gürültüsünün səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi: Halleluya! Çünki külli ixtiyar Rəbb Allahımız padşahlıq taxtına çıxdı. Gəlin sevinib şad olaq, onu izzətləndirək. Çünki quzunun toyu başlayır. Gəlini özünü hazırlayıb, geyinmək üçün ona təmiz, parlaq və incə kətan verildi. İncə kətan müqəddəslərin salih əməllərinin rəmzidir. Onda mələk mənə dedi: Yaz, quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır. Yenə də mənə dedi: Bunlar Allahın həqiqi sözləridir. Mən ona səcdə eləmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: Yox, olmaz. Mən də səndən və İsa barədə şəhadət eləyən qardaşlarımla birgə Allahın quluyam. Allaha səcdə elə. Çünki İsa'nın şəhadəti peyğəmbərlərə ilham verir. Ağ atın süvarisi. Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan süvari sadiq və haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. Onun gözləri oddalova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. O, qana batmış bir paltar geyinib və onun adı Allahın kəlamıdır. Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində onun ardınca gedirdi. Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, dəmir əsa ilə onlara ağalıq eləyəcək. Külli ixtiyar Allahın şiddətli qəzab şərabının hazırlandığı üzüm sıxanı özü tapdalayacaq. Onun paltarının və budunun üstündə bu ad yazılıb: Padşahların padşahı və ağaların ağası. Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida eləyib, göyün ortasında uçan bütün quşlara dedi: Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki, padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiz. Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan süvari ilə və onun qoşunu ilə döyüşməyə toplaşıblar. Vəhşi heyvan yaxalandı. Onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul eləyib, surətinə səcdə eləyənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. Başqaları isə atın belində oturan süvarinin ağzından çıxan qılıncla həlak oldular. Bütün quşlar da onların ətini yeyib doydular.